Salam, hər vaxtınız xeyir olsun. 2 noyabr 2025-ci il tarixində güvənin təşkil edilmiş sınağından 9-cu sinifin izahı ilə başlayırıq. 27-ci sual hansı cümlədə eyni anda həm müəyyən, həm də qeyri-müəyyənlik təsirlik hala aid nümunə işlənməyibdir. Deməli, bizdən təsirlik halı soruşur. Bütün cümlələrdə həm müəyyənlik, həm də qeyri-müəyyənlik təsirlik hala aid nümunə var. Bir variantda yoxdur. A variantı: arayışı almaq üçün idarəyə getmişdim. Qardaşımı da orada gördüm. Deməli, birinci cümlədə arayış sözü qeyri-müəyyən təsirlik halda, qardaşımı müəyyənlik. Ona görə A variantı ola bilməz. Mahnını yazanda oxumaq üçün mahnını nəyi bu müəyyən təsirlik halda? Müğənnini tapa bilməyəcəyini, bu da qeyri-müəyyən təsirlik halda. Ona görə B variantı da gedir. Özümə bir köynəyi seçib qeyri-müəyyən təsirlik halda pulunu ödəmək üçün, bu da müəyyən təsirlik halda. Bu da getdi. Uşaq həkimi görəndə qeyri-müəyyən təsirlik hal, qollarını, bu da müəyyən təsirlik hal. Deməli, D variantı da getdi. Y variantı: vəziyyəti belə görən qonşum, nəyi vəziyyəti müəyyən təsirlik hal? Yanıma gəlib başıma ağıl qoymaq istədi. Ümumiyyətcə, bax, burada uşaqlar düşünə bilər ki, başıma ağılı qoymaq. Burada başıma ağıl qoymaq biz bilirik ki, sabit, yəni frazoloji birləşmədir. Yəni özünü ələ almaq, ağıllanmaq, düşünərək davranmaq mənasında işlənir də. Biz burada başıma ağılı qoymaq deyib onu müəyyən təsirlik hala salmış olsaq, artıq burada sözün birbaşa mənasında işlənmiş kimi səslənəcək. Frazoloji birləşmə yox, sanki sözün birbaşa mənasında işlənmiş kimi işlənəcək. Yəni güya sanki kimsə mənim başıma konkret bir ağılı, yəni bir müdriki yerləşdirilmiş kimi çıxır, uyğunsuzluq yaranır. Ona görə müdaxilə edə bilmirik başqa sözlə bu ifadəyə. Ona görə cavabımız nə olacaq? Y variantı olmuş olacaq. 28-ci sualda nöqtələrin yerinə hansı sözü yazsaq, cümlədəki isim adlı halda işlənmiş olar. Gör bir nədən ötürü pul istəyir, pulu istəyir. Pul qazanır, pulu qazanır. Təsirlik halda olur. Gör bir nədən ötürü pulu verir. Gör bir nədən ötürü pulu qoyur. Bunları, bu ifadələri yazdığımız zaman nöqtələrin yerinə pul sözü adlı halda yox, qeyri-müəyyən təsirlik halda işlənmiş olur. Amma C variantındakı ifadəni yazsaq, gör bir nədən ötürü pul xərclənir. Müəlliməm burada pulu xərclənir. O zaman onun pulu, o mənsubiyyət kimi düşünəcək. Yenə təsirlik halı olmayacaq, yenə adlı hal olacaq. Ona görə cavabımız 28-də C variantı. Davam edək. 29-cu sualda hal şəkilçisi qəbul etdiyinə görə son saytını itirən isim işlənibdir. Gözü kitabda, fikri telefonda idi. Öz fikri, onun fikri bu mənsubiyyətdir. Oğlu öz seçimi ilə təəccübləndirdiyi, oğlu, onun oğlu, öz oğlu. Burada da mənsubiyyət. Əvvəlcə bu sətri silmək lazımdır. Deməli, nəyi? Sətri. Burada təsirlik haldadır. Sinifi onun üçün sürpriz hazırlayıb, öz sinifi, onun sinifi mənsubiyyətdir. Alnı soyuq şüşəyə dəyəndə o yandı, onun alnı, bu da öz alnı mənsubiyyətdir. Deməli, cavabımız nə olacaq? C variantı. 30-cu sualla davam edək. Çoxaltma dərəcəsində olan sifətin yazılışında səhvə yol verilibdir. Burada baxan kimi gözə dəyir C variantında qapqara gözləri sevincdən par-par parlayırdı. Deməli, yanırdı. Qapqara M-P-R-sı samitləri, deməli, sifəti necə yazılacaq? Bitişik yazılacaq. Ona görə qapqara sözü defislə yox, bitişik yazılmalıdır. Cavabımız olacaq C variantı. Davam edək 31-ci testlə. Deməli, hansı cümlədə cömertlik sözünün qarşılığı işlənmişdir? Cömertlik sözünün qarşılığı, yəni sinonimliyi ola bilər mərdlik, qeyd edirəm, mərdlik, nəciblik, deməli, alicənablıq, alicənablıq. Sonra səxavətlilik, əli açıqlıq, əli açıqlıq, yaxud səxavət, belə bu şəkildə. Deməli, variantlarda var burada alicənablıq, var əli açıqlıq. Cavabımız olacaq nə? 1-lə 3, B variantı. Müəllim, igid, mərd. Niyə 4-də deyil? Cömertlik isimdə, onun qarşılığı da isim olacaq, igid sifət. Ona görə 4 ola bilməz. Cavabımız olacaq 1 və 3, B variantı. Davam edək 32-ci testlə.
maraqlanmaq, maraqlanmamaq mənasını verən frazoloji birləşmə hansı cümlədə işlənibdir? Maraqlanmamaq, burada bax, məhəl qoymamaqdır. İdarədə heç kim bizim xahişimizə məhəl qoymadı. Yəni, bizdən maraqlanmadı cavabımız olacaq B variantı. Vahidlik sözünün fonetik xüsusiyyətlərinə aid düzgün fikirləri bizdən soruşur. Qeyd edirəm tələffüzünü. Vahiddi şəklində tələffüz edildi. Vahidlik. İndi baxaq, kar qarşılığı olmayan cingiltili samimiyyət işlənibdir. Deməli, V, F, H-nın karı cingiltili yoxdur. T karı cingiltilisi D-dir. D cingiltilidir. T-dir, X iştirik də nədir? Y-dir. Kar qarşılığı olmayan cingiltili samimiyyət. Yəni, söhbət L, M, N, R-dan gedir. O da yoxdur. Ona görə A səhvdir. Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. Vahid, D. 3 fərqli məqam var burada. D, T-yə çevrilib, L, D-yə çevrilibdir. 2 də X iştirik kimi. Samitlərdən biri öz qarşılığı kimi tələffüz edilir. Söhbət burada D-nın qarşılığı, biz bilir ki, D-nın qarşılığı T-dir. Samitlərdən biri bəli öz qarşılığı kimi tələffüz edilibdir. D, T kimi. Ona görə cavabımız C-dir. Cingiltili samitlərin sayı kardan çox deyil, azdır. Cingiltili 2 dənədir. V və D, amma kar samitlər isə H, T və X iştirikdir. Hərflərlə səslərin kəmiyyəti arasında fərq var. Kəmiyyət bilirik ki, say baxımından. Fərq yoxdur, keyfiyyət fərqi var, kəmiyyət fərqi yoxdur. Səs və hərflərin sayı bərabərdir, ona görə Y variantı da səhvdir. Cavabımız olacaq C variantı. Hər üçü amonim olan, deməli, sözlərdən ibarət cərgəni soruşur bizdən. Deməli, A variantında sürətin amonimi olmadı, B-də külək yoxdur, D-də bəzən yoxdur, C-də nərgiz yoxdur. Deyək ki, Y variantında dilin amonimi var, dövlət dili ət parçası deyil, qoyun qucaq mənasında və heyvan mənasında. Yarı sözdə yarımaq feili, faydalanmaq, yarımaq, fayda vermək, faydalı olmaq, lazım olmaq, gərək olmaq mənalarında. Bir də tamın 2-yə bölünmüş hissəsi, yarı, almanın yarısı deyirik. Ona görə cavabımız da olacaq, Y variantı olmuş olacaq. Hansı cümlədə? 35-də. Altına xətt çəkilən söz yiyəlik haldadır. Deməli, həyatı çətindir, üzündən isə təbəssüm əksi olmur, onun həyatı bu adlı haldadır. Sahil görünəndə dənizçilər sevincdən qışqırırdılar. Sahil adlı haldadır. Həyətdə göyərtini əkib ki, torpaq boş qalmasın təsirli halda qeyri-müəyyən. Uşaqlar evə çatanda həyətdə səs-küy vardı adlı halda. Bulaq suyu qonaqların xoşuna gəldi. Bulağın suyu, biz bunu müəyyən yeri kala sala bilirik, qeyri-müəyyənlikdədir. Ona görə cavabımız Y variantı olmuş olacaq. 36-cı sual. Bir dəqiqə bunu sileyim. Aha, bizdən nə soruşur? İsimlərdən birinə yalnız saitlə başlayan mənsubiyyət şəkilçisi artırdıqda kökündəki saitlərdən biri düşür. Yalnız saitlə başlayan mənsubiyyət deyilsə, o milli sözlər qrupunda idi. Orada cavabımız nə olacaq? Əyin olmuş olacaq. Düzdürmü? Belə çiyindir, burundur, əyindir, ovucdur, qayındır, oğuldur və s. və ilə. Ona görə cavabımız nə olacaq? Y variantı olmuş olacaq. Davam edək mətnlərlə. Deməli, mətnimizin adı qonaqlıq şərtləridir. Mətndən artıq tanışsınız. 37-ci sualla başlayaq. Molla çinar ağacında qazan asıb şam yandırmaqla nə demək istəyirdi? Yəni, onu demək istəyirdi ki, uzaqdan gələn işığın istisinə qızınmaq olmadığı kimi, məhz ağaca da qazan asıb altına şam yandırmaqla yeməyi bişirmək olmaz. Ona görə cavabımız A variantı. Mətnə cədvələ əsasən yanlışları soruşur. Zarafatı özünə qarşı hörmətsizlik kimi qiymətləndirir. Belə bir fikir yoxdur mətndə. Qonşulara qarşı onların işlətdiyi fəndi işlədir. Bu var. Qonşular molla ilə şərt kəsməkdə əsas məqsədləri qonaqlıq əldə etməkdir. Bu var. Mollanın şəxsində din xadimlərinin ağılsız olma məsələsi yoxdur. Deməli, bizə yanlışları soruşursa 1 olacaq, bir də 4 olacaq. O da cavab variantımız olacaq B. Mətnə görə demək olmaz nəyi? Qonşular ədavətli idi molladan, ona görə intiqam almaq istəyirlər. Yox. Çınar ağacı evə yaxın olduğu üçün molla yeməyi onun altında bişirir.
Yox, məsələ bu deyil. Birinci çınar ağacı bağçada idi, evdən biraz kənarda idi. Ona görə bu fikir yanlışdır. Qonşular mollaya şəhər meydançasında ona nəzarət edəcəklərini deyir. Bəli, burada deyir ki, biz gizlicə tamaşa edəcəyik, sən şəhər meydançasında dayanmalısan. Bu var. Molla qonşular tərəfindən haqsızlığa uğradığı üçün sınaqdan çıxa bilmir. Bu da var. Cavabımız olacaq 1-2. O da B variantı. Mətnə əsasən cədvəldəki düzgün fikirlər təbliğ olunur və tənqid olunur. Deməli, ədalətli olmaq təbliğ olunur. Əks tərəfin zəifliyindən istifadə edərək üstünlük qazanma. Birincisi, molla zəif adam deyildi, bu səhvdir. Başqasını çətin vəziyyətdə qoymaqdan zövq almaq, bəli, bu da mətndə tənqid olunur. Hamısı bir ağızdan deyirlər ki, molla yox, sən həmin uzaqdan gələn işığa qızınmısan və s. Bu tənqid olunur. Mübahisələrdən sonra qarşı tərəfə kin saxlamaq, burada kin məsələsi yoxdur. Cavabımız olacaq 2 və 3, o da Y variantı olmuş olur. Mətndə qonşuların qarşılaşdığı vəziyyət oxucuya nəyi aşılıyır? Nə əkərsən, onu da biçərsən. Özləri hiylə etdilər, qonaqlıq əldə etmək niyyəti ilə, lakin o niyyətləri öz başlarında çatladı, belə deyək, saxtakarlıqları özlərinə qayıtmış oldu. Mətndəki əsas fikri müəyyən edəcəyik. Təbii ki, hiylə ilə qazanılan üstünlük istənilən nəticəni verə bilməsi ilə A variantı bizim doğru cavabımızdır. Qış gecəsi məsələsi və s. və ilaxır digər variantlar yanlışdır. Hansı cümlələrdə mətndə altına xətt çəkilmiş ifadə ilə mənası eyni olan söz işlənibdir? Altına xətt çəkilmiş söz hansı sözdür? Vəcdə gəlmək. Vəcdə gəlmək, ruhlanmaq, həvəslənmək, şövqə gəlmək bu mənaları ifadə edəcək. Burada ruhlandıq sözü var, burada şövqləndi sözü var. Cavabımız oldu 2 və 4, A variantı. Molla özü haqqında bu düşüncədədir. O düşüncədədir ki, istənilən hər işin öhdəsindən gələr. Çünki burada molla ona şərt dedikdə, o deyir ki, mənim əlimdən gəlməyən iş olmaz. Və özü haqqında bu düşüncədədir. Cavabımız olacaq, deməli, C variantı. Tün təriflə verilmiş ifadənin mənası, söhbət hansı ifadədən gedir? İsrar etmək sözünün mənası. Bax, yazıram buradan. İsrar etmək nədir? Dediyindən dönməmək. Dediyindən dönməmək. Nə bilim, təkid etmək. Təkid etmək. Fikrin və ya tələbin üstündə durmaq. Dediyi fikrin yaxud tələbin üstündə durmaq. Bax, bu mənaları ifadə edir. Kim bu mənaları yazıbsa doğrudur. Nöqtələrin yerinə məzmuna uyğun fikir yazmalıyıq biz. Deməli, nöqtələrin yerini ən sonda. Deyirlər ki, mollaya deyirlər, necə olur ki, çinarın başında qazanı asmısan, dibində də şam yandırmısan, şam da qazanı qaynadarmı? Molla da gülüb onlara nə cavab verəcək? Bu cavab verə biləcək ki, məsələn, şəhərin, deyək ki, kənarındakı işıqla qızınmaq mümkündürsə, çünki biz belə deyək də, həmin o qonşular molladan qonaqlığı udublar, belə deyək. Necə udublar? Deyirlər ki, sən şəhərin kənarındakı o işıqla qızınmısan. Molla da bunun cavabı belə ola bilər ki, necə ola bilər ki, şəhərin kənarındakı işıqla qızınmaq mümkündürsə, deməli, bu da mümkündür. Bu da mümkündür. Yəni, bu nədir? Yəni, şam ağacına qazanı qoymaqla və altında şam yandırmaqla yemək pişirməyin mümkünlüyündən danışır. Bu və ya buna bənzər fikirlər yazmısınızsa doğrudur və biz keçid alaq növbəti mətnimizlə. Deməli, mətnlə tanışsınız. Davam edirik 47-ci suallar. Mətnə görə cədvəldəki düzgün fikirləri. Mətnə görə nə bilinir, nə bilinmir. Deməli, şirin su mirvarların əsas istehsalçısı olması mətndə var, bilinir. Bu, deməli, göstərəcəm, tələsmirik. Dünyanın ən bahalı mirvarisinin qiyməti. Burada çəkisini göstərir bu. Dünyanın ən qədim mirvarisi ki var, onun çəkisidir və onun qiyməti məsələsi deyil. Ona görə 2 yanlışdır. Amma şirin su mirvarların əsas istehsalçısı. Şirin, bəli, bu mətndə var. Bax, bu hissələrdədir. Deməli, şirin su hövzələrində tapılan mirvarilər. Deməli, yaranma yerinə görə mirvarilər 2 yerə bölündü. Şirin su və dəniz mirvarları. Bizdən soruşdu nəyi? Bizdən soruşdu
Şirin su mirvarların əsas istehsalçı və son abzasda qeyd olunub ki, böyük bir hissəsi Çinin payına düşür. Mətnə görə bilinir. Mətnə görə bilinmir, dəniz mirvarlarının yetişdirildiyi ərazi, bax burada qeyd olunur, dəniz mirvarları Qırmızı dəniz və Fars körfəzinin sakit laqunlarında, yaxud Yaponiya, Şri-Lankada və s. Bu var, mətnə görə bilinir. Mirvarinin dünya iqtisadiyyatına təsiri, deməli bu bilinir, amma bu bilinmir. Deməli, bizdə bilinən oldu 1, bilinməyən oldu 4. Cavabımız olacaq Y variantı. Aşağıdakilərdən hansı mətndəki məlumatla uyğunsuzluq təşkil edəcək? Mirvari yaratma qabiliyyəti canlılar arasında ancaq şirin su midyası və dəniz mollyuskuna. Bəli, bu burada qeyd olunmuşdu. Deməli, bax, qiymətli daş hesab olunan mirvarını yaratma qabiliyyəti 2 mollyuska. Bunlardan biri dənizdə yaşayan mirvari ilbizdir. Mirvari iblis. Mollyuksda, yəni ilbiz yaxud mollyuks. Digəri isə şirin sular sakini midya. Bax, bu mətndə var. İnsan müdaxiləsi ilə süni şəkildə mirvari yaratmaq mümkündür və bu zaman qıcıqlandırıcı maddə mollyuskun içərisinə yerləşdirilir. Bəli, bax, o da süni olaraq, bundan ötürü insan özü ilbizə süni olaraq qıcıqlandırıcı daxil etməlidir. Bu da var. Sədəf maddəsi mollyuks tərəfindən yad cismi izolyasiya etmək məqsədli ifraz olunur və layla yığılaraq mirvari. Bəli, o məsələ də burada var. Deməli, bax, zərif sədəf pərdələri bir-birinin üstünə çəkilərək, yəni izolyasiya edərək layla yığılır və nəticəsində gözəl bir inci mirvari yaranır. Təbii mirvari əldə etmək üçün yüzlərlə mollyuks məhv edilməlidir. Bu da var. Qiymətli mirvari tapmaq üçün gərək yüzlərlə mollyuks öldürmək lazımdır. Bu da var. Mirvari əsasən bir neçə ay ərzində yaranmır. Bax, burada qeyd olunurdu. 2 ildən 7 ilə qədər onun yaranması çəkir. Ona görə cavabımız 48-də Y-dir. 49. Biri təbii mirvarinin əmələ gəlmə prosesinin mərhələsi. Bax, bunlar hamısı təbii mirvarinin əmələ gəlmə prosesidir. Məsələn, mollyuks yad cismi təhlükə hesab edir, onu xaric edə bilmir. Bu var. Yad cisim, burada B-də yazır ki, yad cisim mollyuskun bədəninə daxil edilir. Bu insan əli ilədir. Hansı ki, süni mirvari yaratmaqdan ötürüdür. Bax, insanlar süni şəkildə mirvari yetişdirməyi üstün tuturlar. Ondan ötürü nə edirlər? Bax, bundan ötürü insan özü ilbizə süni olaraq qıcıqlandırıcı qum dənəsi, parazit və s. bu anlamda işlənir. Ona görə burada təbii mirvarinin yox, süni mirvarinin əmələ gəlmə prosesinin mərhələsidir B variantı. Digərləri isə doğrudur. 50-ci sual. Mətnə əsasən düzgün bəndi müəyyənləşdirin. Cümlələr arasında məntiqi ardıcılığı pozan cümlə, həmin cümlə əslində işlənməlidir. Burada cavabımız, yoldaşlar, deməli olacaq. Bax, 5-ci abzasa bir dənə fikir verin burada. 5-ci abzasa baxaq. Deməli 1, 2, 3, 4, 5. 5-ci abzasın son cümləsinə bax. Ümumiyyətlə bu abzası nədən danışdı? Mirvarilərin istehsalçı ölkələri Çin, Şotlandiya, Almaniya və s. və buradan danışır. Birdən-birə ən sonda yazır ki, bu məqsədlə insanlar əsasən digər ilbizin dərisinin bir hissəsini istifadə edirlər. Bu qıcıqlandırıcı kimi də, bir parazit kimi də. Biz bunu hara yaza bilərik? Bax, insanların süni, deyək ki, mirvari yaratma prosesi haqqında harada danışdı? 3-cü abzasda danışdı. Bax, bu hissə var. İnsanlar özü ilbizə süni olaraq qıcıqlandırıcı daxil edirlər. Bu zaman, bu məqsədlə digər ilbizin dərisinin bir hissəsini istifadə edirlər. Bu cümləni biz yaza bilərik. Baxın, 3-cü abzasa. Əslində, deməli, 5-ci abzasda işlənmiş məntiqi ardıcılığı pozan cümlə əslində 3-cü abzasda işlənməli idi. Burada da cavabımız nə olacaq? B variantı olmuş olacaq. 51. Tünd hərflə verilmiş ifadə kontekstdəki mənasına uyğun deyil. Hansı ifadə idi o? Aşkar olunmaq. Deyir ki, ən qədim mirvari Elizabetto ilə məxsus olmuşdu. Onun çəkisi 55 nəsə. Bu inci Mirvari adasında 16-cı əsrin ortalarında aşkar olunmuşdu. Baxın, aşkar olunmaq, belə deyək də, hər hansı bir əşyanın tapılması mənasında. Düzdür, meydana çıxmaq, tapılmaq, ondan sonra deyə bilərik ki, məlum olmaq, yaxud da ki, üzə çıxmaq, itmiş bir əşya birdən-birə meydana çıxır, üzə çıxır, tapılır, məlum olur. Amma burada üstü açılmaq anlayışı, bax bu bilirik ki, məcazi mənalı bir birləşmədir. Yəni ifadə etdiyi məna nədir? Gizli, sir kimi qalan bir hadisənin, nə bilim bir cinayətin, bir yalanın üzə çıxması mənasındadır. Düzdür.
Məsələn, burada ən qədim mirvarinin Mirvari adasında aşkar olunmasında aşkar olunmuşdur cümləsində söhbət fiziki olaraq tapılmış bir əşyadan gedir. Fiziki olaraq, aydındır. Ona görə üstə açılmaq ifadəsi bura uyğun deyil. Çünki mirvari sir və ya gizli bir iş deyil ki, aydındırmı? Ona görə cavabımız nədir burada? Cavabımız Y variantı olmuş olacaq. 52-ci sualla davam edək. Mətnə görə nə yanlışdır? Qoy bunu çox uzatmayaq. Bax, burada bir dənə D variantına fikir verək. Deyir, şirin su mirvariləri əsasən dənizdən ayrılmış göllərdə yetişdirilir. Bax, bu yanlışdır. Çünki deməli, dənizdən ayrılmış göllərdə yetişdirilən mirvarilər dəniz mirvariləridir. Şirin su mirvariləri deyil. Bu da bax, bu hissəyə əsasən deyiləcək. Ona görə burada da cavabımız olacaq. D variantı yanlış kimi. Yarım orqanik varlıq ifadəsi mirvarinin hansı xüsusiyyətinə işarə edir? Yarım canlı olması. Yəni, ümumiyyətcə, yarım orqanik sözü həm canlı mənşəli, həm də cansız maddələrdən ibarət olan deməkdir. Yəni, mirvari tam orqanik, tam da qeyri-orqanik deyil də. Yəni, hər ikisinin qarşılığıdır. Aydındır. Ona görə cavabımız olacaq nə? B variantı. Qarşısına rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdir? Qarşısına rəqəm yazılmış hansı cümlələrdə deməli bütün sözlər həqiqi mənada işlənibdir. Deməli, təbiət 1-ə baxacağam. Deməli, təbiət mirvariləri son zamanlar olduqca nadir tapıntıya çevrilmək burada məcazilik var. Bir qiymətli mirvari tapmaq üçün gərək yüzlərlə mollusku öldürəsən. Bax, burada bütün sözlər həqiqidir. Bundan ötürü insan özü ilbizə süni olaraq qıcıqlandırıcı daxil edir. Bu da hamısı həqiqidir. Bu yarım orqanik varlıqlar elə məhz yarım canlı olduqları üçün nadir hallarda bir neçə yüz il ömür sürmək. Bax, burada məcazidir. Deməli, 2 və 3 də yalnız həqiqi olacaq. Cavabımız olacaq 2 və 3 B variantı. 55-ci sual. Mətnə əsasən süni mirvari istehsalının hansı üstün cəhəti olduğunu yazmalıyıq. Deməli, süni mirvari istehsalı məsələsi. Birincisi, biz bilirik ki, təbii mirvari üçün gərək yüzlərcə molyuks deməli, öldürülməli olduğu halda insanlar süni şəkilli mirvari yetiştirdikləri zaman deməli birinci olaraq o yüzlərlə molluskun ölümünün qarşısını almış olurlar. İkincisi, süni mirvarini yetişdirmək daha asandır. Çünki insanlar özləri o ilbizə süni qıcıqlandırıcılar daxil edirlər və üstəgəl həmin o mirvarini yaratmaq qabiliyyəti olan o mollusklara 2 dənə molluska məxsusdur. Bunlardan biri mirvari ilbizi idi. Dənizdə yaşayın. Digəri isə şirin su sakini olan midya idi ki, onlar da çay və göllərdə rast gəlmək mümkündür. Yəni, daha rahatdır həmin, deyək ki, molluskları tapmaq. Ona görə biz nə yaza bilərik? 1. Yaza bilərik ki, yüzlərlə molluskun ölümünün qarşısını almaq. Bir, bu üstün cəhət kimi bunu yaza bilərik. İkinci, təbii mirvarini yetişdirmək daha asandır. Çünki təbii mirvarini yaratmaq qabiliyyəti olan o molluska daha rahat rast gəlmək mümkündür onu çay və göllərdə. Bu mənada bu kimi fikirləri biz oraya yazmağımız doğru olacaq. 56-cı suala da baxacağım. Mətnin məzmununa əsasən fikirlərdən yalnız birini seçib seçiminizi əsaslandırın. İnsan təbiətin dostudur, insan təbiətin düşmənidir. İnsan təbiətin dostudur yoxsa düşmənidir? Biz düşmənidir məsələsini yazıb necə əsaslandıra bilərik? Baxın, insanlar nə etmək istəyir? Bir qiymətli mirvarini tapmaq üçün gərək yüzlərlə mollusku öldürəsən. Bax, bu cümləni yazmaq kifayətdir ki, bəli, insan təbiətin düşmənidir fikrinin əsaslandırılması olmuş olacaq. Belə. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm.